İnfluencer reklamdan pul xərcləyib nəticə görmürsən? Problem influencerde deyil, problem doğru olmayan strategiyadır. Çox biznes influencerlə işləyir, amma satış olmur, mesaj gəlmir, nəticə olmur. Hamı influenceri günahlandırır. Amma reallıq budur. Problem reklamın necə qurulmasındadır. Gəlin sizinlə brendlərin ən çox etdiyi 3 böyük səhvdən danışaq. Birincisi, izləyici sayına aldanmaqdır. 200 min izləyici yaxşı demək deyil. Əgər onun auditoriyası sənin müştərin deyilsə, satış olmayacaq. 15 min izləyicisi olan düzgün auditoriya daha çox satış gətirə bilər. 2. Senarisiz reklam. İnfluencerə özü necə istəyirsən elə də paylaş demək reklam deyil, sadəcə paylaşım xahiş edir. İnfluencer bilməlidir, nə deyəcək, nə göstərəcək, izləyicini nəyə çağıracaq. Əks halda izləyici baxır və keçir. 3. Nəticəni ölçməmək. Baxış, mesaj, satış ölçmürsənsə, sən reklam etmir, sadəcə pul xərcləyirsən. Bəs düzgün influencer reklamı necə olmalıdır? Doğru influencer seçilməlidir, düzgün ssenari hazırlanmalıdır, nəticə ölçülməli və analiz olunmalıdır. Reklam şans işi deyil, ağılla görülən işdir. Əgər influencer reklamı işə yaramayıbsa, problem influencerde deyil, problem sistemdədir. Bu videonu biznes olan dostuna göndər və videonu bəyənməyi unutma. Bəs sən influencer reklamına inanırsan ya yox?